Şlankları elə boş qoyub, tozlu, altına su vurmadan, altına şpakulyovka atmadan elə şlankları atıb, üstündən də şpakulyovka doldurmaq olmaz. Düzgün deyil. Divar təmir bitəndən sonra, divarlar quruyandan sonra partlayır, həm də səs edir, çart verir. Mən demirəm ki, bunu elektriklər eləməlidir, yoxsa maliyyə eləməlidir. Heç kəsin işinə qarşı bir söz deyə bilmərəm. Bax, burada bu kabelləri çəkəcəyim yerləri ki, iştirab eləmişəm, qazmışam. Alt hissəsini sulamaq lazımdır. Sonra şpakulyovka ilə doldurmaq. Sulayandan sonra dağıtdığım yerləri hamısının alt hissəsini suluyub, sonra şpakulyovka ilə doldurub şlankları otuzdurup təzədən şpakulyovka vururam. Dağıtdığım yeri, iştiraba elədiyim yeri, alt hissəsini suladım, tozunu aldım. Sonra şpakulyovkaladım, indi şlankları ora oturduram. Bu formada yer. Bütün kabelləri çəkdiyim yerlərdə səs, boşluq, lokkultu səsi gələ bilməz, nə də divar çatlaya bilməz. Çünki alt hissəsi təmizdir, tozsuzdur, yaşdır. Şpakulyovkalanıb, üstündən də sonra bir gün qalacaq belə, bu alt hissəsi quruyacaq. Qurudu, sabahsı gündə bunun üstünü dolduracam. İş belə olmalıdır.